Salam dostlar, mən Əli. Bugün BeamNG Drive-da, yəni Car Crash testdə Bomberi və Karonu müqayisə etdirirəm. Az öncə də 07 və Nivanı müqayisə etdirmişdim. Kameranı bura qoyaq. Play. Grid. Buradan əzişdiricilərlə Grid 7-ni seçirəm. Karo. Karo olsun rəngi qırmızı. Drive deyirəm. İndi. Bəs mən nəyi seçmişdim? Grid 8. Orada da əzişdiricilər. İndi buradan da Bomber. Amma bu dəfə tündgöy Bomber seçirəm. Add as new. Karonu da yanında var. Əgər replace eləsəydim, Karo gedəcəkdi, Bomber gələcəkdi. İndi ikisini də gətirdim bura. İndi başlayıram. Ən birinci Bombermi, ən birinci Karonu gətirmişəm. Ona görə Karo. Dostlar, maşın getmir, hə? Zamanı yavaşlatmışam. Oldu. Biraz səs verim. Oo, drift. Peki səs verim. Oldu. Səsi çox çıxmır dostlar. Pick-up'dan 620-33 oldu. Puan toplamışam. XP yəni. Biraz da səs verir. Oldu dostlar, bu qədər. Çünki səsim eşidilməyə bilər. Aha, bu çox gözəl oldu. Ən birinci buradan eləyəcəm. Yox, kağız kimi düzləşdirəcəm ən birinci. Karo. Dostlar, motor getdi. Qabağı yeyilib. Restart. Maalesef ki Karomuz rəhmətli oldu. Xoşbəxt oldu. İndi Bomberi test edelim. Ama Bomberi başqa eləyəcəm. Tapdım. Aşağıdan olmadı. Aha. Buradan görürsen olar ki. Oh my god. Qoş, ne oldu maşına? Ama rolu çevrilir. Bomber xoşbəxt oldu. Restart. Yine Bomber'den başladı. Niva dayanıqlı çıxmışdı. Bomber de biraz dayanıqlı çıxdı. Ona görə indi bossları kapışdırıram. Niva. Gəl görüm. İndi isə böyük bosslar qarşı qarşıya. Niva və Bomber. Kim olacaq dostlar? Yorumlara, yaxşı yorumlar bağlı olur. Həmişə adımdan çıxır. Çünki üzüm görünür. Aha, Bomber vs Niva. Dostlar, maşını indi ən birinci Bomber eləyirəm. Bu dəfə başqa eləyəcəm. Buradan atacağım. Hey. Desən təkəri çıxdı. Ay yox, çıxmıyor. Buradan belə çıxartmağa əlləş. Çıxartamadım. Bura atacağım. Şimdi bunu da Nivan çağırdım. Niva. İkisini de buradan çıxarmağa uğraşacağım. Niva çıxar.
hadi. Ay şabat sıxanmadı indi. Rəqib geliyor. Çıx. Oo. Çıxdı. Bir tər də olsun. İndi dostlar yarışdıracağım bunları. Ama 2 nəfər olmadığı üçün sürətlə eləyəcəm. Ən birinci bomber eləyirəm. Tam böyle. Baxam görüm bomberi saxladığım yerə qədər nivo neçə saniyə gələcək. İndi bomberi sürürəm istədiyim yerə qədər. Ya hak. 1 2 3 4 5 6 7. Allah, gözlə dala getdi. Tam burada saxlamışdım. İndi Nivanı görək. Niva nə qədər gələcək? 1 2 3 4 5 6 7 8 9. Bomber biraz pes. Bomber 7, Niva 9. İki canavar da dağılıb. Peki ben bu 699 puan var. Ben bunlardan dağılırım. Dağılırım. Tutun istiyorum arkadaşlar. Oba. Başa. Uçtu çıktı. Niva dağıldı biraz. Bombayı da takmalıyım. Oy. Niva sakitleş. İkisini de indi parçalayacağım. Niva'nın birinci parçaladım. Parçalan. Hadi parçalanır. Ne boydum ben şimdi de parçalanır. Hadi bak içine girir. Kaç girmir. Abi girmir. Bütün gücümden basıramadım. Yok. Girmedi. Niva özünü korudu. Neresi korudu? Böyle maşınlar için var. Bir de bunu eləyim. Aha bu nədir? Var. Oha gelir. Nivan artık söyleyebilirim. Böyle gelir. Niva gitti ikinciden. Şimdi bomberi taklar. Bomber. Ben bomberi hardan çıxarırım. Allah. Sıx da çıx. Hadi qabaqda var da. Bunları. Ama bak bomber bilə getmir elə bir. Niva'ya olduklarını gördü. Qabaqda Niva görünür, buradan görünür. Ona görə də bomberi çıxmaq istəmir. Bomberi çıxart, amma mən çıxaracağam. Ne olar bomber çıxdı, çalışdı bu. Əsəbləşdirmə mənə bomber. Bomber çıx da çıx. Bəli bomber. Bu nə adlı qoydular? Bomber nədir? Yox bu plan 1. Allah! Çıx da çıx. Baş belə qaldı. Gir da gir. Çıx. Böyle başladı. Sen
bilərsən. Çıx. Yenidən başladı duracaq. Gəlir maşınlara oxşar. Çıxdı, şükür. Amma ona kimi əzildi. Qaş fırlanmır maşın. Ayda. Dostlar, maşın. Bombeyi yenidən çağırmalıyam. Çünki bomber işləmir. Öyle işləyir. Qaş, get. Allah. Əsəbləşdirdi məni. Bagaja bax, ağız kimi açılır. Tormuz eştirə eləyirəm bir təhər. Aha, bax, pick-up atmağa çox al qaldı. 821-ə çıxartdım. Aha, gedir. Bir təhər salmışdım yola. Maşın ustasıyam, nə tər sürürəmsə. Şoför ustasıyam. Ama burada. Niva'ya bak. Əzik yüzü oldu. Ya ora girme. Sen ora çalmayacağım. Niva kağız parçala bir kırmızı kağız. Bomber de yoktu. Ama neyse. Əzil. Hə, yoxsa bu da girə. Təkəri yuvarlana. İkisi də getdi. Allah. Abi sesini azal. Ne oldu bombera? Allah. Bomber Nivo'dan beter oldu. Kaçta? Peki Nivo gelir. Hala işleyir. Bomber yedebilir. Yani Nivan buradan da salınmıyor. Ben sana salabilmirəm. Çünkü işləmir heç biri. Gedir. Hadi. Gir. Əsəblərini oynamır. O kadar tanımlamışıq sən. Deyəsən bu dəfə bomber daladır. Gözlə. Sağ sol işləmir daha. Arkadaşlar böyle bak. Dostlar bomber artık yok işleyir. Motor hasarlıdır, ne kadar gelir bu? Bir dakika, burada 2 tane saçbaşlıq şey var. Gaza basıram dala gedir. Yani qabağa vermək istəyib dala gedir. Bir de ki motor xarabdır, ne kadar gedir bu? Dala vermək istəyəndə olmur. Buraya yazıb da break. Dal. Yaşılda qazdır. Amma basıram ona dala gedir. Niye böyle oldu? Simülasyon hata verdi. O kadar bug elədim ki hata verdi. Ve dostlar deyəsən Niva qazandı. Bu çalıncı udan Niva'dır. Amma hələ bilmir ki. Bir dənə daha boss var. Ama onu hələ ata bilməmişəm. Göstərim. Dəqiqə restart edək. Aha, Niva. 825 pick-up. Və bugünün qazananı belə göstərək. Niva. Halaldır Niva. Bir dənə drift ataq. Oba. Bir dəqiqə bomberin yanına gedək görək. Bomber necə o? Bomber buradadır mı? Yok, bomber desem burada değil. Bomber.
Birdən şey, ay, bomber yazıq buduzub. Ay sən Niva hasar aldı. Nəsə, olsa Niva. Niva bir drift koy. Obo, qəşəng. Niva utdu. Dostlar, mən bugün kasaram. Nəyə? Pikapı kasmaq, əlləşərəm. Əzək görək Nivanı. Deyəsən Niva hasar aldı deyəcəkdim və Niva hələ də gedir. Maşallah Niva ya. Amma Niva 0-7'ye seviyor. Bu qədər maşının arasından sadəcə Niva'nın udması çox böyük bir şərəf. Həqiqətən deyirəm, çox böyük şərəfdir. Bombeli uddu, Karonu uddu, 0-7 ilə belə VS atdı, 0-7'ni belə dalda qoydu. Və bosslardan olan bombeli belə dalda qoydu. Ən güclümüz artıq Niva'dır, amma hələ pilik. Çünki hələ bilmir ki, bu qədər maşın var. Onunla VS atmağa. Baxın. Bu qədər maşın var. Onunla VS atmağa. F50 var. 0-7 heç 0-7 notdu. Niva bizim bossumuzdur. Bir dənə Niva çağıraq. Yo. Bəli. Restart. Bu Niva'mız. Uddu. Niva'mız. Uddu. Və hətta bunun dostu olan, indi çağırıram onu da. Buraya gətirirəm. Və dostlar, siz görməmişsiniz bu bossu, yəni bu qırmızı Niva'nın dostunu. Amma mən bundan VS attırmışam. Və qarşınızda mavi Niva. Gələn bölüm bu ikisini də VS attıracağım. Udan Niva'nı yaşıl Niva ilə VS attıracağım. Akşam bu ikisinə VS attırıram. Saat tam 10 tamamda. Videoda olun. Baxın. 2 Niva bir yerdə. Biri xotlu qalıb deyək. Hə, bu. Dəqiqə. Bunu da işıqları yandıracağım. İşıqları hardan yandırılır? Bəli. Burada nasıl yazıb? 4x4. İkisi de 4x4. Bizim insan daha güçlüymüş deyəsən burada. Bizim insan Mike Tyson'dır. Bura Nivan atabilir ama. Bura o səni mən düşdüm bura. Ve tullanma yoktur. Hə, bu var idi. Hə. Bu var da. Mən də qorxdum bir an. Baxın, qırmızı Nivan'da. Bu insan niye böyle güçlü? Mike Tyson'dı bu. John Cena'dı. Bakın. Bunlar kırmızı Nivan aşırıdır. Ya Allah. Mavi Niva biraz daha sarsıldı sanki. Hı? Parçalayıram ikisini de. Ay, kırmızı Niva belə qaldı yazıq. İkisi de birbirinden parçalandı. Neyse ataq bunları. At. Maşınları atıram. Ata gedirəm. Ya Allah! Görüm mavi Nivan yanına. Akşam bu ikisini VS atacağım. Bunu düzeltebilmem. Bu ters kaldı.
Əşi, biabır olma. Çataysa. Dostlar, yorumlara yazın. Ama bu yorumlar bağlı olacaq deyənə başqa bir videoya yazın. Mavi niva mı olacaq? Qırmızı niva mı? Oo, bak, 2 boss. Bir yerdə. Ama ikisi de parçalanır. Onların hamısından parçalanır. Neyse dostlar. Sağ olun. Gələn bölüm bu ikisine vs atacağım. Bu 2 canavara. Qırmızı niva vs mavi niva. Ve biri udarsa eğer büyük bosslardan biri ile savaşacaq. Dostlar, hələlik sağ olun. Axşamki bölümü gözləyin.